Bugün sizinle Red Kalinka'da 25. dersi keçirik. Urok 25. Животные мир, heyvanlar aləmi. Yeni sözlərə baxaq. Животные, heyvanlar. Насекомые, həşəratlar. Птица, quş. Растение, bitki. Слон, fil. Жираф, zürafə. Tigr, pələng. Обезьяна, meymun. Medved, ayı. Волк, canavar. Zayt, zaytsı, dovşan, dovşanlar. Alen, maral. Lisa, tülkü. Belka, dələ. Bobr, qunduz. Korova, inək. Kaza, keçi. Svinya, donuz. Atsa, qoyun. Лошадь, at. Utka, ördək. Гусь, qaz. İndюшка, hind quşu. Petuq, xoruz. Muxa, milçək. Жук, böcək. Гусеница, kəpənək qurdu. Tarakan, tarakandı. Pauq, hörümçək. Zmiya, ilan. Skot, malqara. Paroda, cins, heyvanın cinsi. Sortu. Kletka, qəfəs. Воздействие, hərəkət, əncam. Musor, zibil. Birik, Maria, dəniz kənarı və yaxud da birik, riki, çay kənarı. Домашний, yəni ev. Diki, yəni vəhşi. Məsələn, домашние животные, ev heyvanı. Diki животные, vəhşi heyvan. Страшный, qorxulu. Неуклюжий, yöndəmsiz, ləng, ağır. Огромный, çox böyük. Ядовитый, zəhərli. Разноцветный, rəngarəng deməkdir. Диалог номер 1. Birinci диалога baxaq. Sveta, у тебя есть домашние животные? Sveta, sənin ev heyvanın var? Ev heyvanları var səndə? Da, у меня есть кошка. Bəli, mənim pişiyim var. Ее зовут Kisa. Onu Kisa çağırırlar. Я очень люблю кошек. Mən pişikləri çox sevirəm. В целом, кошки в России более популярны, чем собаки. Ümumiyyətlə, Rusiyada ev pişikləri itlərdən daha çox dəbdədir. И для этого есть очень простая причина. С кошками не нужно гулять. Və bunun da sadə bir səbəbi var. Pişiklərlə gəzmək lazım deyil. В холодную зимнюю погоду люди предпочитают оставаться дома. Soyuq qış günlərində insanlar evdə qalmağa üstünlük verirlər. Кроме того, в России есть свои poroды кошек. Bundan başqa Rusiyanın öz pişik sortları var. Это русская голубая кошка и сибирская кошка. Bu Sibir pişiyi və mavi Rus pişiyidir. А я предпочитаю собак. Mən isə itlərə üstünlük verirəm. Собака самый верный друг. İt ən sadiq dostdur. Она всегда тебе рада. O sənə həmişə sevinir. Так, keçdik диалог номер 2. İkinci диалог. Артем, в этих выходные вы ходили в зоопарк? Артем, bu istirahət günləri siz zooparka getmişdiniz? Каких животных ты там видел? Sən orada hansı heyvanları gördün? Я видел слона, жирафа, тигра, обезьяну и pingvinov. Mən fil, zürafə, pələng, meymun və pingvinlər gördüm. Я не знал, что пингвины так хорошо плавают. Mən bilmirdim ki, pingvinlər belə yaxşı üzürlər. Кажется, что они такие медленные, неуклюжие. Elə görünür ki, onlar çox ləngdilər və yöndəmsizlər. А почему ты не ходила в зоопарк с нами? Bəs sən niyə bizlə zooparka getmədin? Мне очень нравится смотреть на животных, но я ненавижу зоопарки. Mən çox xoşuma gəlir heyvanlara baxmaq, amma mən zooparkları sevmirəm. Животные должны жить на свободе, а не в клетках. Heyvanlar azad yaşamalıdırlar, qəfəslərdə deyil. Поэтому в цирк я тоже никогда не хожу. Bunun üçün də mən sirkə də heç vaxt getmirəm. Использовать животных в цирке – это преступление против природы. Heyvanları sirkdə istifadə etmək bu təbiətin əleyhinə cinayətdir. Диалог номер 3. Üçüncü dialog. Дима, ты уже вернулся? Как твой отпуск? Dima, sən artıq dönmüsən. Sənin məzuniyyətin necə oldu? Ты ездил в Латинскую Америку, правда? Sən Latın Amerikasına getmişdin, düzdür? Да, я был в Бразилии, в Аргентине и в Венесуэле.
Bəli, mən Braziliyada, Argentinada və Venezuelada oldum. Я ходил на экскурсии в джунгли. Mən səyahətə cungliyə getmişdim. Везет тебе, sənin bəxtin gətirir. Я тоже хочу в джунгли. Mən də istəyirəm cungliyə. Рассказывай свой впечатление. Öz təəssüratlarını danış. Если честно, мне было очень страшно. Əgər düzünü desəm, mən çox qorxdum. Я никогда в жизни не видел столько насекомых. Mən ömrümdə heç vaxt bu qədər həşərat görməmişdim. Мухи, жуки, комары, тараканы, гусеницы и пауки. Milçəklər, böcəklər, ağcaqanadlar, tarakanlar, kəpənək qurtları və hörümçəklər. И все они огромные. Və bütün bunlar hamısı çox böyükdür. А еще мы видели несколько змей. Bir də biz bir neçə ilan gördük. Одна змея хотела укусить меня. Bir ilan məni dişləmək istədi. Это была ядовитая змея. Bu zəhərli ilan idi. Я тоже очень боюсь змей. Mən də çox qorxuram ilanlardan. Конечно, ядовитые. Əlbəttə ki, zəhərli idi. В джунглях почти все ядовитые. Cəngəllikdə hər şey, hamısı zəhərlidir. Даже некоторые растения, hətta bəzi bitkilər də. Но больше всего мне понравилось попугаи. Amma daha çox mən xoşuma gəldi papugaylar. Они такие разноцветные и так красиво поют. Onlar çox rəngarəngdilər və çox gözəl oxuyurlar. Теперь я хочу купить попугая. İndi mən papugay almaq istəyirəm. Я научу его говорить по-русски. Mən ona rus dilində danışmaq öyrədəcəm. У моей сестры есть попугай. Mənim bacımın papugayı var. Его зовут Кеша. Onu Keşa çağırırlar. Он знает уже много слов. O artıq çoxlu söz bilir. Диалог 4. Dördüncü диалог. Лена, твои бабушка и дедушка живут в деревне? Lena, sənin nənən və baban kənddə yaşayırlar. У них есть домашний скот. Onların ev heyvanları var. Да, у них есть корова, 2 козы, свинья, 3 овцы и 1 лошадь. Bəli, onların inəyi, 2 keçisi, donuzu, 3 qoyunu və 1 atı var. А еще у них есть домашние птицы, kuru, utki, gusi, индюшки и петухи. Bir də onların ev quşları var. Toyuqları, ördəkləri, qazları, hindquşu və xoruzları. Как много животных, nə qədər çox heyvanlar var. Наверное, твои бабушка и дедушка очень устают. Yəqin ki, sənin nənən və baban çox yorulurlar. Да, они работают много, bəli, onlar çox işləyirlər. Но результат стоит того, amma nəticə buna dəyər. У них всегда есть свежее молоко, масло, мясо и яйца. Onların həmişə təzə südləri, ətləri, yağları və yumurtaları var. И все это гораздо вкуснее, чем в магазине. Və bütün bunlar hamısı mağazada olduğundan çox dadlıdır.